Doktor, yuxusuzluqdan əziyyət çəkirəm. Neçə yaşın var? 42. Neçə ildir belə yuxusuzluq? Hardasa 1 ildir. Nədən sonra yarandı? Bir stres keçirdin sonra yarandı, yoxsa nədən sonra yarandı? Bəli? Nədən sonra yarandı ilk yuxusuzluğun, yuxunun pozulması? Hər hansı bir hadisədir. Yəni bu məndə belədir. Yəni ki, nə ilə əlaqədardır da, yəni deyim ki, nədənsə sonra yaranıb beləncə. Əsəblər o. Əsəblər bəli. Bəli. Çox sağ olun, sualınıza görə minnətdaram. O yəni əsəblərində yuxu pozula bilir. Məqsəd budur ki, məsləhət budur ki, əgər əvvəl dedim, yenə də təkrar edirəm, sinir sistemini sakitləşdirmək üçün valerian kökü dəmləməsi, dam otu bitkisinin dəmləməsini çay halında qəbul edirsiniz və yaxud da ki, ona deyirlər dazı otu, rus dilində deyirlər zveraboy. O dazı otunu da dəmləyirsiniz, o da sinir sistemini sakitləşdirir. Əlavə olaraq nanə, yarpız çayı da çox gözəl effekt verir. Ancaq əsəblər çox oyaqdırsa, təbii ki, onların gücü çatmayacaq. Ancaq axşamlar onda şüyüd toxumu dəmləyib, içərisinə bir xörək qaşığı bal qatıb içsəniz, ola bilər düzəlsin yuxunuz. Və yaxud da ki, isti suya bir xörək qaşığı bal qatın və qəbul edin. Xeyli fərq edəcək yuxuda. Bir də yatmamışdan qabaq, bir saat yarım təmiz havada sürətlə gəzin, yorulun. Gəlin, tərləyin, sonra duş qəbul edin, yatacaqsınız. Yox, alınmasa, təbii ki, onda yenə gələcəksiniz Doktor Seyfəddin klinikasına. Səbəbini tapacaq. Qurt xəstəliklərindən də ola bilər, nevrozlardan ola bilər, bəzən endokrin xəstəliklər nəticəsində də pozula bilər yuxu. Digər də, yəni səbəbini tapacaq və ona Allahın köməyindən kömək eləyəcəyik. Çox sağ olun, sualınıza görə minnətdarım.